Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən növbəti sınağın izahını təqdim edirəm. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalanıla bilərsiniz. Eyni zamanda bizim yanvarın sonlarına doğru açılacaq endirimli qruplarımıza qoşulmaq istəyən müəllimlər 055 418 82 02 nömrəsi ilə bizə müraciət edə bilər. Gəlin vaxt itirmədən keçək sınağımızın izahına. Birinci sualdan başlayaq. Deyir ki, hansı cümlələrdə feildən düzəlmiş isim işlənməmişdir? İşlənməmişdir deyir. Tüfəngini eyvanın dirəyindən asıb otağa daxil oldu. Baxın, dirəyindən sözü. Dirəmək feilindən dirək ism əmələ gəlir. Yəni, feildən düzəlmiş isim burada işlənib. Təbiətin bu sakit ahəngi elə bir adama layla oxuyurdu. Burada feildən düzəlmiş isim yoxdur. Bir göz qırpımında qarşıdakı tində burulub yox oldu. Qırpım, baxın, qırpmaq feilindən qırpım ism əmələ gəlib burada. Yəni, isimdən, feildən düzəlmiş isim işlənib. Kərvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Burada duyuq salmamaq ümumiyyətlə frazeoloji birləşmədir. Yəni, biz burada duymaq feilindən duyuq deyib təhlil edə bilmərik. Yəni, burada hər hansı bir feildən düzəlmiş isim yoxdur. O gün bizim hamımızın həyatında dönüş nöqtəsi oldu. Dönüş, dönmək feilindən dönüş. Baxın, bu feildən düzəlmiş isimdir. 5-ci cümlədə də işlənib. İşlənməmişdir deyir, qarşısına çıx qoyduğum 2 və 4. Cavab olacaq yalnız 2, 4. D variantı. Davam eləyək növbəti sualımızdan. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Deməli, dumanlanmaq və tamamlanmayan sözlərini verir. Cədvəldə 3 dənə fikir verilib başda. Hər iki sözə aid xüsusiyyət, sözlərdən yalnız birinə aid xüsusiyyət və sözlərdən heç birinə aid olmayan xüsusiyyət. Eyni cinsli samit qoşalığı var. Şərtə baxıram ki, samit saitlərdən danışır. Demək ki, bu fonetik təhlildir. Yəni, sözlərin tələffüzünü yazmalıyım. Gəlin, əvvəlcə dumanlanmaq sözünü yazaq, tələffüzünü. Olacaq duman, nam, max formasında. Tamamlanmayan olacaq tamam, lam, mı, yan formasında. Deməli, hər iki sözə aid xüsusiyyət. Eyni cinsli samit qoşalığı var. Baxaq görək varmı? Dumanlanmayan n, qoşa n var, qoşa m var. Birinci sözdə işlənib. Tamamlanmayanda qoşa m var. Yəni, hər ikisində eyni cinsli, yəni eyni bir saitin qoşalığı işlənib. Birinci fikir, ikisinə də aid doğru fikirdir. Saitlərdən biri yazılışından fərqli tələffüz olunur. Baxın, dumanlanmaq sözündə saitlərdə dəyişiklik yoxdur. Tamamlanmayanda A saiti yazılışda, tələffüzdə I-yə keçir. Bir dənə sözdə var burada, hər ikisində yoxdur. Ona görə ikini götürə bilmirəm. Həm açıq, həm qapalı saitlər işlənib. Dumanlanmayanda, məsələn, U qapalıdır, A açıqdır, burada var. Tamamlanmayanda A açıqdır, I qapalıdır. Yəni, hər iki sözə aid xüsusiyyətdir bu. Amma şərtdə nə istəyir bizdən? Sözlərdən yalnız birinə aid xüsusiyyətdir. Üçüncü şərt hər ikisinə aiddir. Ona görə götürə bilmirəm. Yazılışı və tələffüzü arasında iki fərqli məqam var. Dumanlanmaq sözündə el keçdi N-ə bir fərq. Deməli, buradakı el dəyişir. N keçdi M-ə 2 fərq, G keçdi X-yə 3 dənə fərq var burada. Tamamlanmayan sözündə N keçdi M-ə 1 fərq, A keçdi I-yə 2 fərq. Deməli, bu yalnız birinə aiddir, tamamlanmayana aid. Dumanlanmağa aid deyil, çünki onda 3 dənə fərqli məqam var. Deməli, 2 fərqli məqam yalnız birinə aid xüsusiyyətdirmi? Bəli. Sözlərdən heç birinə aid olmayan xüsusiyyəti axtarırıq biz. Baxaq, samitlərdən biri öz qarşılığı kimi tələffüz olunur. Burada el N-ə keçir, N M-ə keçir G X-yə və burada heç biri onun öz qarşılığı deyil. L-in, N-in qarşılığı yoxdur, G-nin qarşılığı normalda K səsidir, amma X kimi tələffüz olunur. Demək ki, burada qarşılıq yoxdur. Sonra tamamlanmayanda N-ə keçir, yenə burada qarşılıq yoxdur. Yəni, heç birinə aid olmayan xüsusiyyətdir 5, doğru fikirdir. Yalnız bir kar samit işlənib. Dumanlanmaq sözündə X yalnız bir dənədir. Tamamlanmayan sözündə T kardır. Burada da yenə yalnız bir kar samit var. Yəni, bu hər ikisinə aid olan xüsusiyyətdir, heç birinə aid olmayan xüsusiyyət deyil. Deməli, hər iki sözə aid xüsusiyyət 1-dir. Yalnız birinə aid xüsusiyyət 4-dür. Heç birinə aid olmayan xüsusiyyət 5-dir. 1, 4, 5 düzgün cavabımız olacaq Y variantında. Davam edirik növbəti sualımızdan.
Üçüncü sual. Hansı nümunələrdə bir-biri ilə antonim ola bilən frazeoloji birləşmələr işlənmişdir? Baxaq, daşı ətəyindən tökməyini xahiş etsək də, iki ayağını bir başmağa dirəməkdə davam edirdi. Biri var, daşı ətəyindən tökmək, yəni artıq dirəşməmək, ağ bayraq qaldırmaq demək olar. Məsələn, iki ayağını bir başmağa dirəmək, bu elə dirəmək mənasındadır. Amma daşı ətəyindən tökmək artıq inadlığından vaz keçmək mənasına gəlir. Deməli, bir-biri ilə daşı ətəyindən tökmək və iki ayağını bir başmağı dirəmək bir-biri ilə antonimdir. Ona görə biri götürə bilərəm. Hacı Həsənin əmisinin yük gəmilərinin dəryada batdığı xəbərini işləndə çiçəyə çırtladı. Burada çiçəyə çırtlamaq sevinmək mənasına gəlir. Dəryada batdığını yoxdur burada onun antonimi. Sevinməyin antonimi burada işlənməyib. Nəinki zəhləsi gedənlər, atdığı addımları təqdir edənlər də ondan üz çevirmişlər. Burada baxın, zəhləsi getməyə frazeoloji birləşmədir, amma təqdir etmək bu mürəkkəb feildir, frazem deyil ümumiyyətlə. Ondan üz çevirmişlər. Üz çevirmək də burada frazeolojidir, amma zəhləsi getməklə üz çevirməyin bir-birinə antonimliyi yoxdur. Ona görə 3-ü götürə bilmirəm. İndiyəcən sənə bel bağlayanların da get-gedə sənin gəlişindən əlləri üzülmək üzrədir. Biri var bel bağlamaq, inanmaq, bir də var əlləri üzülmək, artıq inamsızlığa düşmək. Bu bir-biri ilə antonim olan frazeoloji birləşmələrdir. Bayaqdan uçmağa qanadı olmayan Sevdanın üzü məni görən kimi sirkə satmağa başladı. Bəli, uçmağa qanadı olmaq, sevincək olmaq mənasına gəlir. Üzü sirkə satmağa başlamaq, bu da üzünü turşutmaq, pis olmaq, bunun antonimi mənasındadır. Deməli, 5-i götürmək olar. Yəni, bir-biri ilə əks mövqedə dayanan antonimlərin işləndiyi bənd 1-dir, 4-dür və 5-dir. Düzgün cavabımız olacaq Y variantında. Davam eləyək növbəti sualımızdan. 4. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Cümlədəki isimlərin hamısı eyni halda işlənmişdir, eyni halda. Eyni halda işlənmiş isim yoxdur. Əməli təkliflərinizi, yazın fikrinizi mənə bildirin. Baxın, bu tipli şərtdə bizim ilk işimiz ismi tapmaqdır. Gəlin görək ilk cümlədə isim hansıdır? Əməli təkliflər, hansı təkliflər? Bu əməli sözü ilə yaranmış sifətdir, isim deyil. Götürmürəm bunu. Təklif burada isimdir, təkliflərinizi hansı haldır? Təsirli haldır. Fikrinizi mənə bildirin. Fikir isimdir, bu da təsirli haldadır. Mən əvəzlikdir, bildirmək feildir. Demək ki, burada cəmi 2 dənə isim var. Biri təkliflərinizi təsirli haldadır. Digəri fikrinizi, bu da təsirli haldadır. Yəni, isimlərin hamısı eyni haldadır. Ocaqlar qalandı, qazanlar asıldı, xəmir yoğurub sac asdılar. Baxın, ocaq isimdir. Nə qalandı? Ocaqlar. Bu adlı haldadır. Qazanlar asıldı. Nə asıldı? Qazanlar adlı haldadır. Xəmir yoğurub. Xəmir isimdir. Xəmiri yoğurub. Bu qeyri-müəyyən təsirli haldır. Sac astılar, sacı astılar. Qeyri-müəyyən təsirli haldır. Deməli, isimlərin hamısı eyni halda deyil. Bir qismi adlı haldadır, digər qismi təsirli haldadır. Ona görə 2-ni götürə bilmirəm. Elə bir zehni, düşüncəsi də hissləri kimi kütləşmişdir. Deməli, burada zehin, düşüncə və hiss isimləri var. Zehni, düşüncəsi kütləşmişdir. Yəni, onun zehni, onun düşüncəsi. Buradakı i şəkilçiləri mənsubiyyətdir. Mənsubiyyətsə deməli, başqa bir hal şəkilçisi yoxdur, adlı haldadır. Hissləri kimi kütləşmişdir. Yəni, onun hissləri kimi. Buradakı i də mənsubiyyətdir, bu da adlı haldadır. Yəni, 3 dənə isim var, 3-ü də adlı haldadır. Deməli, 3 bizim şərtimizə uyğundur. Eyni halda işlənmiş isim yoxdur. Yarğanların kölgəsi suya düşmüşdür. Yarğanların yiyəli haldır. Kölgəsi mənsubiyyətdir, bu adlı haldır. Suya yönlü haldır. Deməli, burada 3 dənə isim var və heç biri eyni halda deyil. Bu doğru fikirdir. Nəzərlərini şəkildən çevirib kitaba baxdı. Nəzər isimdir, təsirli haldadır. Şəkil isimdir, çıxıcı haldadır. Kitab isimdir, yönlü haldadır. 3 dənə isim var, 3-ü də fərqli hallardadır. 5 də uyğun gəlir. Yol düzənliyi xətt kimi kəsib üfüqə doğru gedirdi. Yol isimdir, adlı haldadır. Düzənlik isimdir, təsirli haldadır. Xətt sözü burada isimdir. Xətt kimi, xətt də adlı haldadır. Deməli, yol və xətt adlı hallardır. Hər ikisi, yəni burada eyni halda işlənmiş isim yoxdura, uyğun gəlmir. Çünki yol və xətt ikisi də adlı halda işlənib. Burada bizim əgər uyğunluğumuzu istəsəydi, biz 1, 3, 4 və 5-i götürərdik. Amma şərt uyğunsuzluğu istəyir. Uyğunsuzluğu istədiyi zaman mən qarşısında çıx qoyduqlarımı götürəcəm. Yəni burada 2 və 6 bizim doğru cavabımız olacaq C variantında. Davam eləyək növbəti 5-ci sualımızdan.
Deyir ki, sözlərdən biri amonim kimi işlənə bilmir, antonimi var. Dolu sözü amonim ola bilər. Biri var dolu qab, necə qab, sifət kimi. Bir də var ki, dolu yağır. Nə? İsim kimi. Don sözü burada amonim ola bilir. Geyinilən don, paltar isimdir. Bir də var donmaq feili. Dərin sözü amonim olmur. Yarı sözü yarı, yarımaq amonimdir. Onu görə götürə bilmirəm. Baxın, burada dalğa sözünün antonimi vardır. Dalğanın heç bir məqamda antonim ola bilməz. Ona görə yeni götürə bilmirəm. Yerdə qalır dərin sözü. Dərin sözü amonim söz deyil. Çünki bir var dərin, bir də var dərin. Bu, vurğuya görə dəyişən sözdür. Eyni zamanda antonimi varmı? Dərin, dayaz. Antonim kimi işlətmək mümkündür. Ona görə hər iki şərtimizə B bəndi uyğun gəlir. Davam eləyək növbəti 6-cı sualımızdan. 6-cı suala keçərkən bir daha qeyd edirəm ki, bizim onlayn dərslərimiz inşallah yanvarın sonlarına doğru, yəni 20-25-i başlayacaq. Xüsusilə dilimli qrupdur. Dərslərin tam keçirilmə forması haqqında ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə bizə müraciət edə bilərsiniz. Dərslərimizdə həftə 3 dəfə olur. Bu dərslərin biri sırf olaraq hər həftə sonu mətnlərin canlı yayımda olur. Əgər imtahana siz də mətnlər barədə sıxıntı çəkmədən tam mətnləri rahat formada işləyərək getmək istəyirsinizsə, qoşula bilərsiniz. Davam eləyək 6-cı sualın izahından və görək burada nə istəyir? Hansı cümlədə fərqləndirilmiş söz, biraz kiçildək. Hansı cümlədə fərqləndirilmiş sözün həm də antonimi eyni anda işlənmişdir? Baxaq. Əşrəf uşaqların, yeniyetmələrin, yaşlı kişilərin belə aşıqlara cavab verdiklərini, bir-iki baməzə söz dediklərini indi də xatırlayırdı. Burada uşaqlar sözü fərqləndirilmiş sözdür. Həm sinonimi, həm də antonimi verilməyib. Çünki uşaq sözü isimdir burada. Onun qarşılığında verilən məsələn yaşlı sözü sifətdir. Çünki biz bilirik ki, sinonimlər, antonimlər mütləq eyni nitq hissəsi olmalıdır. Ona görə A variantını götürə bilmirəm. Bir qədər getdikdən sonra qabaqda adamların irəli-geri qaçaraq nə isə axtardıqlarını görəndə mən də onların yanına qaçdım. Əslində, qabaq sözünü görəndə deyə bilərsiniz ki, irəli sinonimidir, geri antonimi mənasında düşünə bilərsiniz. Amma burada irəli-geri qaçaraq, irəli-geri bir sözdür, defislə yazılıb, mürəkkəb sözdür və qaçarağın yanında gəldiyinə görə olub zərf. Amma burada isə, baxın, irəli-geri qaçaraq nəsə axtarıq. Necə cür qaçaraq? İrəli-geri. Bu tərz bildirir. Qabaqda isə harada? Bu yer zərfin mənasında işlənib. Ona görə də biz burada onları bir-biri ilə sinonim antonim götürə bilmərik. Çünki bu bütöv bir mürəkkəb sözdür. B bəndi olmaz. Bu insanlar xeyirli işləri, faydalı əməlləri ilə xalqın rəğbətini qazanıblar. Siz də yaddaşları ancaq şər əməllərlə həkk olunmusunuz. Baxın, burada xeyirli sözü bizə verilib. Xeyirlinin sinonimi faydalı götürə bilərik, doğrudur. Bir də burada şər verilibdir. Xeyirli sifətdir, onun sinonimi faydalı, bu da sifətdir, uyğundur. Amma şər sifət deyil. Şər nə? İsimdir bu. Demək ki, şəri biz xeyirli ilə antonim götürə bilmərik. Əgər xeyir versəydi, xeyri şərlə antonim götürmək olardı. Eyni nitq hissəsi olduğuna görə, burada isə eyni nitq hissəsi deyil. Səhər edəcəkləri işin planını qurdular. Axşama qədər hazırlaşdılar. Zil qaranlıqda isə kimsəyə demədən yola qoyuldular. Deməli, səhər sözü verilib. Onun antonimi səhər edəcəkləri nə zaman səhər, axşama qədər. Axşam nə zaman? Səhər, axşam antonim götürsək, onun sinonimi nədir? Zil qaranlıqda yoxdur. Ona görə D bəndi uyğunsuzdur. Y-yə baxırıq. Mənə qarşı doğmaların bu hərəkəti edəndə yadlardan nə umub, nə özgələrdən nə gözləməyə haqqım var ki. Baxın, burada yad sözü verilib. Yad sifətdir, yad insan, necə insan. Burada sadəcə isimləşib. İsimləşsə belə bu nitq hissəsinə görə sifətdir. Yadın sinonimi burada nədir? Yad, özgə. Sinonim işlənib. Antonimi nədir bəs? Doğma. Deməli, işarələnən yad sözünün həm sinonimi verilib özgə, həm antonimi verilib doğma sözü. Ona görə doğru cavabımız olacaq burada. Y variantında. Davam eləyən növbəti sualımızdan. Torpaqşünaslıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri istəyir. Ona görə ilk işimiz nədir burada? Sözün tələffüzünü qeyd eləmək. Gəlin, üzərindən yazaq. Torpaq şünaslıq formasında tələffüz olunur. Düzgün fikirləri istəyir. Kar samitlə başlayıb, cingiltili samitlə bitib, T ilə başlayır, X ilə bitir. Deməli, karla başlayır, karla bitir. Bu səhvdir. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Deməli, Q, X-yə keçir.
L D-yə keçir. Buradakı G yenə X-yə keçir. Deməli, 3 fərqli məqam var. Bu doğru fikirdir. Cingiltili samitlərin sayı açıq samitlərin sayına bərabərdir. Cingiltili samitlər R, N və D. 3 dənə cingiltili samit var. Açıq saitlər O, A, A. 3 dənə də açıq sait var. Deməli, bərabərdirmi? Bəli. Eyni səs müxtəlif hərflərlə ifadə olunmuşdur. Eyni səs burada, baxın. T yoxdur, bir dənədir T. R bir dənədir, P bir dənədir, G-dən 2 dənədir və onların hər ikisi X kimi tələffüz olunub. Yəni, eyni hərf, eyni cür, eyni səsi ifadə eləmişdir. Ona görə burada uyğun gələn bəndimiz yoxdur. Samitlərin yalnız birinin qarşılığı işlənmişdir. Baxın, T-nin qarşılığı nədir? D. Qarşılığı işlənibmi? Bəli. Bir dənə burada T-nin qarşılığı D işlənib. Ona görə elə 5-ci fikrimiz doğru olacaq. Məsələn, R-in qarşılığı yoxdur. P-nin qarşılığı B-dir, sözdə B samiti yoxdur. X-nin qarşılığı G-dir, sözdə G yoxdur. Ş-nin qarşılığı J-dir, sözdə J yoxdur. Yəni, biz bir-bir hər bir samitin qarşılığına söz tərkibində baxmalıyıq, görək hansı var. T-yə baxıram ki, qarşılığı D var, yəni eyni bir sözün içərisində. Deməli, 5-ci fikrimiz uyğundur. Yəni, doğru cavabları istəyirsə, burada 2, 4 doğru cavabımız olacaq. 2, 3, 4 daha doğrusu. 3 dənə doğru cavabımız var, cavab A variantı olacaq. Davam eləyək növbəti sualımızdan. 8. Biri əbəs sözünün sinonimi ola bilmir. Nahaq, bihudə, faydasız, boş, dəlil olmadan. Bir daha deyirəm, biz sinonimli və antonimliyə baxdığımız zaman sözün mənasından qabaq nitq hissəsinə fikir verməliyik. Onsuz da imtahanlarda sizi məna cəhətdən çaşdıra bilməzlər. Aşağı-yuxarı hər bir sözə yaxın məna, əks məna tapa bilirik. Yəni, bir cümlə tərkibində baxanda da görürük ki, bu sinonimdir, yoxsa antonimdir. Məna cəhətdən müəyyənləşdirə bilirik. Bizi sadəcə bir şeydə çaşdıra bilərlər, o da nitq hissəsində. Əbəs. Necə əbəs? Sifətdir, dəlil olmadan, madan şəkilçisi feili bağlama yaradır. Yəni, bu bir feildir. Feillə sifət bir-biri ilə sinonim, antonim ola bilməz. Ona görə cavabımız olacaq Y variantı. Yəni, sadəcə olaraq nitq hissəsinə fikir verib, cavabı çox rahatlıqla müəyyənləşdirmək olar. Davam edirik 9-cu sualdan. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar? Deməli, reportaj. Reportaj, bu elə O-dur, düzdür bu. Metafor A-dır. Yəni, birinci xanada hər ikisi doğrudur. Kapella A ilə yazılır, motiv O ilə yazılır. Burada artıq yeri dəyişdirilməlidir. 2 səhvdir. Favorit A ilə yazılır, innovativ, innovativ O ilə yazılır. Deməli, 3-ün yeri dəyişdirilməlidir. Hər ikisi səhv yazılıb. Epistolyar. Baxın, epistolyar O ilə yazılır. Farmakoloji, bu da A ilə yazılır. Burada hər ikisi doğru yazılıb. Diagnostika, burada A ilə yazılmalıdır. Ensiklopediya O ilə yazılmalıdır. Deməli, burada artıq yer dəyişdirilməlidir. Yəni, 2, 3 və 5-də uyğunsuzluq göstərilib, öz yerlərini dəyişdirilməlidir ki, bu uyğunsuzluq aradan qalxsın. 2, 3, 5 cavabımız olacaq A variantında. Davam edirik sonuncu və 10-cu sualımızdan. Aşağıdakı cümlələrin hansında seçmək sözünün mənası ilə cümlədə işlənməsi bir-birinə uyğun deyil? Deməli, oxşarları arasından xoşagələnini seçib almaq. Vitrindəki köynəklərdən mən bunu seçdim. Yəni, vitrində 10 dənə köynək var. Oxşarları arası bir-birinə bənzəyən köynəklərdir və hansını bəyənirəmsə, hansı xoşagələndirsə, onu özümə seçirəm. Yəni, bu uyğundur. Birinə səs verərək vəzifəyə gətirmək. Oyun üçün özünüzə bir tərəfdaş seçin. Oyun üçün özümə bir yoldaş seçirəmsə, onu hansı vəzifəyə gətirirəm ki, bu uyğun deyil. Seçmək nə deməkdir? Məsələn, biz hər hansı bir seçki komitəsində, seçki dairəsində səs veririk. Bu istəyir, məsələn, prezidentliyə namizəd olsun, səs veririk və onu vəzifəyə gətiririk. Seçirik onu biz özümüz üçün. Bu məqamda versəydi cümləni, o zaman doğru olardı. Amma oyun üçün özümə tərəfdaş seçməyin, bu kimisə vəzifəyə gətirmək deyil, yanlışdır. Üstün, yaxşı, uyğun hesab edərək seçmək. Əli mühəndisliyi, o isə müəllim olmağı seçdi. Yəni, müəllim olmağı özünə üstün seçərək, uyğun hesab edərək seçmək. Bu tamamilə doğrudur. Vasvası olmaq, asanlıqla bəyənməmək. Qardaşım yeməyi seçir. Yəni, hər şeyi bəyənmir, hər şeyi yemir, vasvasıdır. Yeməkləri seçir, asanlıqla bəyənmir, tamamilə doğrudur. Seçimini bir istiqamətdə istifadə etmək. Məktəbdən sonra mən təhsilimi davam etdirmək yox, iş həyatını seçdim. Bəli, yəni onu yox, bunu seçdim.
bir istiqamətdə istifadə edirəm. Başa düşdünüz? Yəni 2 dənə seçim yolum var, ikisindən birini seçdim. Həyat yolumu bir istiqamətini seçirəm. Demək ki, bu da uyğun izahdır. Burada uyğun olmayan olacaq B variantında. Dəyərli müəllimlər, bu videomuzun da sonuna gəldik. Siz də həftə ərzində paylaşılan bu ödənişsiz videolardan faydalanmaq üçün mütləq kanalımıza abunə olun. Videolarımızı bəyənin. Çoxlu rəylər yazın ki, daha çox müəllimin qarşısına çıxsın. Dərslərimizə qoşulmaq üçün də 055 418 82 02 nömrəsi ilə bizə müraciət edə bilərsiniz. Hal-hazırda yanvarın sonlarında başlayacaq qruplarımıza qeydiyyat davam edir. Sağ olun, növbəti izahlarda görüşərik.